Herkese salam. Bugün sizin üçün kənd vlogu ilə gəldim. Kəndə biz gecə ilə çatdıq və səhərsi gün biz gedirik ət almağa. Nəhayət biz evdəyik, qarpız aldıq, ət aldıq və qarın aldıq. Qarın qutabı istədilər uşaqlar və ipsli çörək almışıq. Burada isə biz əti kəsirik, ayırırıq və istəyirik biraz saç bişirək və biraz da kebab. Burada isə əti lap xırda-xırda doğrayırıq sac üçün. Adam maşallah burada çoxdur və hərəsinin öz zövqünə görə yemək istəyi var. Ona görə biz də çalışırıq ki, hamının istədiyi kimi olsun. Hər dəfə yayda bura gələndə nəsə bişiririk birlikdə yığışanda. Hərənin ürəyindən nə keçirsə onu deyir və biz birlikdə başlayırıq bu yeməkləri bişirməyə və çox dadlı olur. Baxmayaraq ki, bu yeməkləri həm restoranda, həm evdə belə də bişiririk, amma hamımız bir yerdə yığışıb bişirəndə bunun başqa bir dadı olur. Я тебе скинула, на какие пляжи нельзя. Ставь фильм. А куда те алкоголь жёст карта такие. Папа, помоги. Папа, давай. Bu birəmdən şaşlıq pişirməmişdin, onu da pişirdin ha. Yok, ben pişirmedim. Папа, помоги. Pişirmisən? Yok, çok böyle kanочка yer. Pişirmisən? Ben pişirmem. Ne var ya pişirmeye bunu diyor. Давай помогу. Покози. Папа, не помоги. Помоги, папа. Папа поможет. Успокойся. Ой, корочка, чакатаха, яичко. Корочка, яичко там. Туда помыть иди. Ну что ты упал? Вот я его делаю. Хорошо делаю. Хорошо делаю. Видишь, хорошо делаю. Я могу сильно постоять. Я Мама, я хочу играть. Альбина, дай подышать, да. Дышать будет. Аня, чек. Школ, что за... Это не выглядит. А мне тоже чай нужен. Burada isə qızlarımız bulka pişirirlər. Маленькая кур для этого. Не маленькая, нормально. Конечно, не хочу на кассе, да? Нет, то, что я беру вот это... Масса дел на казане, в скуреде. Вроде. Не бойся, нормально, руками возьми и я не боюсь теста. Огурь нужно сюда присыпать немножечко. Сейчас присыплю.
Останови пока. Лук я удалить нельзя же. Нужно скидать на конвейер. Чем намазывать? Этим? Belki масло я надо пластичное. Нет, с маслом наоборот уже хуже выходит, я делаю. Я думаю, ты что, все? Вамир, вакани. Ana ya kusurza bir vamir. Ayak suyu çıkarmış. Ha, ha, zat kusurza dedi. Останови. Еще бы. Ничего, заберем у нас. Понимаешь? Сразу сними. Burada qızlar özləri bişirir və özləri mənim üçün videoda çəkirlər. Gördüyünüz kimi bacardığı qədər çalışırlar və çox gözəl bulkalar alınmışdı. Çox şirin, çox yumuşaq. İndi görəcəksiniz nə qəşəng alınıb. Mənə sədaq. Anam isə burada balaca əriklərdən varenya bişirir. Это не надо. Опыты. Это он горячий. Он горячий. Хотите, Ты что? его съел. Burada isə qarın təmizləyirik. Qarın qutablarına başlamaq istəyirik. Qarınları biz qaynar suda aspirin əlavə edib təmizləmişik. Çox gözəl təmizlənir. İndi isə onları doğrayırıq və maşından çəkib biz onu maşından çəkirik, amma qızartmırıq. Sırazı qutabın içinə qoyacağıq. Amma istəyə görə bu qarını maşından çıxardıb biraz pürtüb soğanla birlikdə sonradan qutabın içinə də əlavə etmək olar. Bu qutabları həm sadə qızartmaq olur, həm də yağda. Hərəsinin öz zövqünə görə bişirib yemək olur. Bıçağın ama. Və axşam hamını yedizdirəndən sonra, bütün işlərimizi görəndən sonra oturub bir partiya nərd oynadıq. Bacımla mən və qanonları da bizə baxırdılar, balet eləyirdilər. Это никогда не признаешь. Всегда ты белый. Ты всегда мне это говоришь, я все время помню, что я черный. Неправда. Всегда ты белый брал. Теперь был Черные черный. мои были. Синие и черные всегда мои были. Теперь мои. Шашки-машки. Правда, я шашки никогда не умела играть. Шашки играть лучше. Не ушла. Я тоже не умею пока что. И ритм. Не надо. Берем. Дядя сказал, что нужно собраться. Последний вздох. Ben çok açtım. Hadi ha. Ben hoşlanmam kuşlarında. Привет передай. Я сама могу. Привет. Говори, хочу заново. Neydi 6-4 içində? Çeş peşirmende. Orada kırmızı bir şey yok. Var. Sen de misin? Neyləməmişəm? Bu neydi? Şeşti bu. Ha, 4'ü bir buradan 5 getmisən. Yaxşı. Sən mavsiləmə istəmir Və əlbəttə ki, udan mən oldum. 3-0 mənim hesabıma. Sonra скорость koyarsan 10 sekund. Getmirəm hava etdim. 6-1. Ah, skatina.
Ты камеры продавать это, не? Конечно. 1, 2. Я телефон хочу на камеру, хочу на 3. Мешай, 4, 5, 6, 7. Və səhərsi gün anam kənd çörəyi bişirirdi, ləzgi çörəyi xərəkdə. Və çox dadlı alınır bu çörək. Əsasında təzə-təzə xərəkdən çıxanda qap-qaynar, üstünə yağ, pendir sürtüb yeyəndə çox dadlı olur. Bizi uşaqlığa qaytarır. Uşaqlıqdan bu çörəyi həmişə yemişik kənddə və kənd abu-havası tezdən bizə hiss edilir. Ümid edirəm ki, sizə də kənd abu-havasını çatdıra bildim. Ona görə burada təbiəti göstərəndə, bəzi şeyləri göstərəndə çox danışmadım ki, siz də hiss edəsiz. Bu səsləri siz də eşidəsiz, sanki siz də buradaydınız. Mənim videomu sonacan izlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Abunə olmağı unutmayın. Videonun altında mənim Instagram səhifəmi də saxlayacağam. Orada abunə olsanız çox sevinərəm. Hər kəsə çox sağ olun. Gələn görüşlərə dək.